22-ci suala baxaq. A kvadratı bölünsün B, çıxılsın 8B kvadratı bölünsün A bərabərdir 4B minus 2A. Olarsa sadələşdirin deyir. İfadənin qiymətini tapın. A-da B çıx, B-də A ifadəsinin qiymətini tapın. Birinci bunu sadələşdir. Ortaq məxrəci gətirsəm A-B-də A kubu çıx 8B kubu. Bərabər. Buradan da mənfi 2-ni çıxarsam A minus 2B. Bu şəkildə olur. Bunu yuxarını kublara görə açsam A-B-də A minus 2B A kvadratı plus 2AB plus 4B kvadratı bərabərdir mənfi 2 A minus 2B. A minus 2B'lər ixtisar gedər. Qalır A kvadrat plus 2AB üstəgəl 4B kvadrat. Bunu da çarpaz vursaq olur mənfi 2AB. Mənfi 2AB. Buradan da alırıq ki, deməli A kvadratı 2AB'ni sola keçsək üstəgəl 4AB üstəgəlsin 4AB üstəgəl 4B kvadrat bərabərdir 0. Bu şəkildə sadələşdirdik. Bu hələki qalsın. Bu bizə verir A üstəgəl 2B'nin bağlanmış kvadrat bərabərdir 0. Buradan da A üstəgəl 2B bərabər olur 0. Və A bərabər olur mənfi 2. Deməli, A bərabər olur mənfi 2B'yə. Bu şəkildə. Verilən ifadəni sadələşdirdik və A bərabər də mənfi 2B tapdıq. İndi bizə verilən şərti sadələşdirək. B böl A çıxılsın A böl B. Bunu da ortaq məxrəci gətirsək A-B-də və yaxud da sadələşdirməyək. Gətirək A-nın yerinə mənfi 2B qoyaq. B bölünsün mənfi 2B çıxılsın A-nın yerinə mənfi 2B qoyanda mənfi 2B böl B. Buradan da B-lər gedir. Birinci qalır mənfi 2-də 1. İkinci olacaq müsbət 2. O da 2 çıx 2-də 1. Bu denir 1,5. Yebəndi. 124-cü suala baxıram. Ders sahəsi 3x kvadrat çıx 6x minus 9 ifadəsinə bərabər olan düzbucaqlının tərəfləri aşağıdakılar hansı ola bilər? Deməli, S bərabərdir 3x kvadratı çıxılsın 6x minus 9. Buradan nə edəyək? Mən vuruqlarını ayırsam, deməli, x-i 3x-ə vuranda 3x kvadrat olur, mənfi 9-da mənfi 3-ü 3-ə vuranda. Bunu da çarpazlaşırsaq mənfi 9x plus 3x mənfi 6x-i verir. Deməli, düz qruplaşdırdıq. Olacaq. Bir saniyə. Buranı sileyim. Deməli, parçaladıq x 3x mənfi 3 kimi. Onda vuruqları olacaq x minus 3 və 3x plus 3 kimi. Bu şəkildə. Deməli, tərəflərimiz olar x minus 3 və 3x plus 3, yəni y bəndi. Baxaq 125-ci sual. 125-ci sualdakı cədvəldəki ifadə hansı çox ədəsindən vuruqlarındandır? Baxaq. X-in kubu çıxılsın 2x kvadratı üstəgəlsin x minus 2. Buna vuruqlarını ayırsaq, birincidən x kvadratını çıxarsam x minus 2 üstəgəl x minus 2. X minus 2-ni çıxarsam mörtəzə xaricinə qalır x kvadratı plus 1. Bu deyiləcək birinci və ikinci. 1 və 2. Bir saniyə x minus 2 daha doğrusu 3 və 2. Üçüncü və ikinci olacaq. Bir saniyə. Gözüm səhv gördüm. Deməli, üçüncü və dördüncü. 3 və 4. C bəndi. Baxıram 126-cı sual. Deyir ki, sxema əsasında A ifadəsini tapın. X bərabər 1 olduqda 0-a bərabərdir. X bərabərdir 1,5. Yəni x minus 1,5 olanda bu nədir? 0-dır. Və deyir ki, x bərabərdə mənfi 1 olduqda mənası yoxdur. Yəni, x fərqli olmalıdır mənfi 1-dən. Mənası olmayanda məxrəzdə olur. Ona görə bu da x plus 1 fərqlidir 0-dan.
Deməli, mənfi 1 olan mənası yoxdursa, məxrəzdədir. Və 1,5 onda 0-a bərabərdir. Burada x minus 1,5 yoxdur, sürətlərdir. Ona görə bunu 2-yə vursaq, 2x minus 3 bərabərdir 0-a. Bu şəkildə x tapanda 1,5 eləyir. Sürətdə də olar. Deməli, 2x minus 3. Baxırıq bu ifadələrdən. Məsəl üçün, B bəndində məxrəzdə 3x plus 3-dür. Yəni, bunun məxrəzində 3-ə vuranda 2x minus 3-də olur 3x plus 3. Yenə ifadə ödəyir. Məxrəz 3x plus 3 fərqli olmalıdır 0-dan. X fərqlidir mənfi 1-dən. Yəni, mənfi 1 olan ifadə mənası yoxdur. Sürətdəki 2x minus 3 bərabərdir 0-a. X bərabərdir 1,5-ə. Yəni, yerinə qoyub da baxa bilərsiniz. Bu şəkildə 126-cı sual idi. Baxıram 127-ci sualda aşağıdakı bir ədəd hansı bir ədədin kubu kimi göstərmək olar. C bəndinə baxsa x da 6, y kubu. Bunu x kvadratı y-in kubu kimi göstərə bilərik. Baxıram 129-cu suala. 129-cu sualda px bərabərdir. X-in üstə 15 bölü n-dir deyəsən. Üstə gəlsin x-in üstə n minus 2, üstə gəl 3. İfadəsi çox ədli olarsa, n-in mümkün qiymətləri zəmin tapın. Burada minus 2-dir. Olmalıdır. İfadənin n-in mümkün qiymətləri zəmin tapın. 15 bölü n olması üçün, yəni bunun çox ədli olması üçün n 15-in bölənləri olacaq. N-in qiymətləri olacaq 1, 3, 5, bir də 15 natural bölənləri olacaq. Və n-2 də müsbət olmalı, yəni 0-dan böyük olacaq, n də böyük olacaq 2-də. n-2-dən böyüksə deməli 1 ödəmir. Ödəyir 3, 5 və 15. Bunların da cəmini istəyir bizdən. Olacaq 23 D bəndi. Baxıram 130-cu suala. Px-ımız bərabərdir. A minus 1 vurulsun. A minus 1 vurulsun. X kvadrat üstə gəl bx üstə gəl c. Qx bərabərdir 3x kvadratı çıx 5. Çox ədlər üçün px bərabərdir qx-ə. Px qx-ə bərabərdirsə, bərabər çox ədlərdə uyğun bir ədlərin əmsalları bərabər olmalıdır. Yəni, oxşar bir ədlərin əmsalları bərabər olmalıdır. Bu çox ədlərdə də oxşar bir ədlər x kvadratına x kvadratıdır, x-la x-dir. Bunu da biz belə yazaq. Qx-i də yazaq ki, 3x kvadratı. Burada x var, amma qx-də x yox deyə üstə gəl 0 vur x. Çıx 5. Bu şəkildə yazaq. Px-ımız da bərabərdir. A minus 1 vur x kvadratı gəl bx plus c. Buradan görürük ki, a minus 1 3-ə bərabər olmalıdır. A olacaq 4. B bərabər olacaq 0-a. C bərabər olacaq mənfi 5-ə. A plus B plus C cəmini istəyir. 4 plus 0 minus 5. O da eləyəcək mənfi 1 B bəndi. 133-cü suala baxıram. X kvadrat çıx 4x ifadəsi A və B iki ədədin hasilinə bərabər olarsa, aşağıdakılardan hansı ola bilər? X-i çıxarsam, olar x minus 4. Yox, burada x kubudur. Bir saniyə. X kubu çıxılsın 4x-dir. Buradan da x-i çıxarsam, olar x kvadratı çıx 4. Bu da eləyəcək x vurulsun x minus 2, x plus 2. Deyir, aşağıdakilərdən hansı ola bilər? Bizdə olar ki, bir saniyə. Bu şəkildə ola bilər və bunu bir dəfə buna vursam, x kvadratı çıx 2x vurulsun x plus 2. Bir dəfə bərabər olar. X minus 2 qalsın. X-i x plus 2-yə vursam, x kvadratı plus 2x. Yəni, variantları bu birinci hal kimi verməyib. Birinci hal, ikinci hal və üçüncü hal. Burada da baxaq görək bizdə hansı var. X kvadratı 2x var, yəni B bəndi. 135-ci suala baxıram. İfadəni sadələşdirin deyir. Bərabər qoyaq. X minus y-in üstündə 4 üstə gəlsin. Bu tərəfdə də y minus x-in üstə 4. Olsa dərəcə cüt olduğuna görə biz bunu da bu şəkildə yaza bilərik. Tək olsaydı mənfini qarşıya çıxardacaqdı. Məxrəzə də x minus y-in kubu.
Bu dəfə də üstəgəl y minus x-in kubudur. Tək olduğuna görə dərəcəni mənfi qarşıya çıxardıram mənfini. X minus y-in kubu kimi yazırıq. Cüt dərəcədə mənfi onsuz müsbət olduğuna görə dərəcəyə görə mənfi qarşıya çıxmır. Amma tək dərəcədə mənfi ədədin tək dərəcənin də qüvvəti mənfi olduğuna görə burada mənfi çıxır qarşıya. Üstə gəlsin x minus y-in kvadratı. Bunlar islah olunur. Qalır 2 vurulsun x minus y üstə 4. Bölünsün məxrəcə də x minus y-in kvadratı. Bunlar ixtisara gedir. 2 vurulsun. Sürətdə qalır x minus y-in kvadratı. Bu deyir 2x kvadrat açanda çıx 2y kvadratı. Çıxılsın 4xy. Üstə gəlir. Deməli 2x kvadratı üstə gəlir 2y kvadratı çıxılsın 4xy. Bu da hansı bəndə yiyəcək? C bəndə. Baxaq 138-in suala. X 4 çıxılsın 5x kvadratı plus 4. Deməli, plus 4. 3 əllisinin vuruqlarından biri deyil. Bunu vuruqlarına ayıranda yaza bilərik ki, deməli, x 4 almaq üçün x kvadratını x kvadratına vururam. 4 almaq üçün də 2-ni 2-yə vururam. Bunu toplayanda 4x kvadratı eləmir. Baxaq, 1-i vuraq 4-ə, 1-i vuraq 4-ə. Yenə çarpazlaşdırıb toplasam, olur 5x kvadrat. Amma bizdə mənfi 5x kvadrat olduğu üçün, deməli, mənfi 1-i mənfi 4-ə vuranda yenə onsuz da 4 eləyir. Deməli, x kvadratını x kvadratına vuranda x də 4 eləyir. 4-ü də almaq üçün mənfi 1, mənfi 4-ə vururuq. Vuruqları çarpazlaşdırsaq, mənfi 4x kvadratı, mənfi x kvadratı toplayanda da mənfi 5x kvadratını verir. Deməli, bizim vuruqlarımız olacaq x kvadrat çıx 1, bir də x kvadrat çıx 4. Bu şəkildə. O da bərabərdir. Bunu da parçalasaq, x çıx 1, x plus 1 kimi, x minus kvadrat çıx 4-də x minus 2, x plus 2 kimi parçalayarıq. Deyir ki, vuruqlarından biri deyil. X minus 1 var, x plus 1 var, x minus 2, x plus 2 də var, A bəndə olacaq.